Muheymin 2-ci cild. Oruz kitabı, təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Qadının tətavvu, yəni könüllü, özü istəyərək tutduğu orucu babı. Bizə Muhammed İbni Əhməd danışdı, bizə Sufyan danışdı, Əbu Zinaddan, Ərəcdən, Əbu Xureyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Əri yanında olan qadın Ramazandan başqa aylarda onun, ərinin izni olmadan bir gün belə oruç tutmur. Darimi 1844. Digər bir rəvayətdə bizə Əbul-Yəmən danışdı, bizə Şuayb xəbər verdi, bizə Əbu Zinad danışdı, Ərəcdən, Əbu Xureyrə radiyallahu anhudan, Rasulullah sallallahu aleyhi və səlləm dedi. Əri yanında olan qadına onun, ərinin izni olmadan oruç tutması halal deyildir. Onun izni olmadan onun evinə kiminsə girməsinə də izin vermir. Onun, ərinin əmr etmədiyi halda ərinin malından verdiyi nəfəqənin, o sədəqədən alacağı savabının yarısı ona, ərinə verilir. Buxari 5195. Hədisi Əhməd, Darimi, Buxari, Nəsai, İbn-i Macə, Tirmizi, İbn-i Xuzeymə, Əbu Yələ və Əbu Avanə rəvayət etmişdir. Nəbi sallallahu aleyhi və səlləmin tətəvvu orucu babı. Bizə Həmməd İbn-i Sələmə danışdı, Sabitdən, Ənəsdən dedi. Rasulullah sallallahu aleyhi və səlləm elə tətəvvu oruç tutardı ki, artıq həmişəlik oruç tutdu, artıq həmişəlik oruç tutdu deyərdilər. Elə də iftar edərdi, yəni oruç tutmazdı ki, artıq bir dəfəlik iftar etdi, artıq bir dəfəlik iftar etdi deyərdilər. Təalisi 2149. Hədisi təalisi Əhməd, Abd İbn Hümeyd, Muslim və Əbu Yələ rəvayət etmişdir. Bizə Əbu Şuayb Salt İbn Dinar danışdı dedi, bizə Abdullah İbn Şəqiq danışdı dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm duha namazını qılırdı mı? O dedi, xeyr, yalnız səfərdən gələndə qılardı. Bizə Salt danışdı dedi, bizə Abdullah İbni Şəqiq danışdı dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm namazın bir rükətində 2 surəni birləşdirirdi mi? O dedi, xeyr, oxumazdı. Yalnız müfassaldan başqa. Təalisi 1658-1659. Digər bir rəvayətdə bizə Nadir xəbər verdi. Bizə Kəhməs İbn Həsən Əl-Qaysi xəbər verdi. Abdullah İbn Şəqiqdən dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm duha namazını qılırdı mı? O dedi, xeyr, yalnız səfərdən gələndə qılardı. Ona dedim, o oturaraq namaz qılırdı mı? O dedi, insanlar öz sıxıntıları ilə onu qocaldandan, yükünü ağırlaşdırandan sonra oturaraq namaz qılırdı. Mən yenə soruşaraq dedim, namazda bir rükətdə surələri birləşdirirdimi? O dedi, müfəssaldan olan surələri. Mən dedim, bütöv bir ayı oruç tuturdu mu? O dedi, onun Ramazandan başqa bir ayı iftar etmədən oruç tutduğunu bilmədim. Ondan bir neçə günü oruç tutmadan iftar etdiyi bir ay da bilmədim. Ta vəfat edənə qədər bu belə idi. Bizə Vaqi xəbər verdi, bizə Kəhməs İbn Həsən xəbər verdi. Abdullah İbn Şəqiqdən dedi. Ayşədən soruşdum, Rasulullah sallallahu aleyhi və səlləm namazda qiraət edərkən surələri birləşdirirdi mi? O dedi, bəli, müfassaldan. İshaq İbn Rahaveh 1300-1301. Digər bir rəvayətdə bizə Vaqi danışdı dedi, bizə Kəhməs danışdı. Abdullah İbn Şəqiq Əl-Uqeylidən dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm bir rükətdə bir neçə surələri birləşdirirdi mi? O dedi, bəli, müfassaldan. Əbu Bəkr İbn Əbi Şeybə 3722. Digər bir rəvayətdə bizə Əbu Usamə danışdı Kəhməsdən, Abdullah İbn Şəqiqdən dedi. Ayşədən soruşdum, Nəbi sallallahu aleyhi və səlləm oturaraq namaz qılırdı mı? O dedi, yaş, qocalıq onu ağırlaşdırandan, əldən salandan sonra. Əbu Bəkr İbn Əbi Şeybə 4603. Digər bir rəvayətdə bizə Vaqi danışdı dedi, bizə Kəhməs danışdı, Abdullah İbn Şəqiqdən, Ayşədən dedi. Ondan, Ayşə radiyallahu anhadan Nəbi sallallahu aleyhi və səlləmin orucu haqqında soruşdum dedi. Ramazandan başqa onun iftar etmədən bütöv bir ayı oruç tutduğunu bilmədim. Ondan bir neçə günü oruç tutmadan iftar etdiyi bir ay da bilmədim. Əbu Bəkr İbn Əbi Şeybə 9843. Digər bir rəvayətdə bizə Vaqi danışdı, bizə Kəhməs İbn Həsən danışdı, Abdullah İbn Şəqiqdən dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm bir rükətdə bir neçə surələri birləşdirirdi mi? O dedi, bəli, müfassaldan. Əhməd 25596.
Digər bir rəvayətdə bizə Vaqi danışdı, bizə Kəhməs danışdı, Abdullah ibn Şəqiqdən dedi. Ayşəyə dedim, Rasulullah sallallahu aleyhi və səlləm duha namazını qılırdımı? O dedi, xeyr, yalnız səfərdən gələndə qılardı. Əhməd 26206. Digər bir rəvayətdə bizə Rahf danışdı, bizə Kəhməs danışdı, Abdullah ibn Şəqiqdən dedi. Ayşədən soruşdum, Rasulullah sallallahu aleyhi və səlləm bütöv bir ayı oruç tuturdumu? O dedi, onun Ramazandan başqa bir ayı iftar etmədən oruç tutduğunu bilmədim. Ondan bir neçə günü oruç tutmadan iftar etdiyi bir ay da bilmədim. Ta vəfat edənə qədər bu belə idi. Sallallahu aleyhi və səlləm. Əhməd 26615. Hədisi təalisi İshaq ibn Rahavi, Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, Əbu Yələ və İbn Xuzeymə rəvayət etmişdir. Birinci qeyd. Qaf surəsindən Naziyyət və ya Abəsə surəsinə kimi olan surələr olduğu ehtimal edilir. İkinci qeyd. Yəni elə bir ay olmazdı ki, Rasulullah sallallahu aleyhi və səlləm o aydan bir neçə gün də olmuş olsa oruç tutmuş olmasın. Hər aydan bir neçə gün də olsa oruç tutardı. Məlik Ömər ibn Ubeydullahın mövlası Əbu Nadırdan, Əbu Sələmə ibn Abdurrahmandan, Nəbi sallallahu aleyhi və səlləmin zövcəsi Ayşədən o demişdir. Rasulullah sallallahu aleyhi və səlləm elə oruç tutardı ki, hətta biz belə deyərdik, heç iftar etməyəcək. Elə də iftar edərdi ki, hətta biz belə deyərdik, oruç tutmayacaq. Rasulullah sallallahu aleyhi və səlləmin Ramazandan başqa hər hansı bir ayın orucunu tamamladığını, hansısa bir ay tam oruç tutduğunu görmədim. Şaban ayı qədər də hər hansı bir ayda digər aylara nisbətən daha çox oruç tutduğunu da görmədim. Məlik 859. Hədisi Məlik, Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Abd ibn Humeyd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə rəvayət etmişdir. İbnül Carud, Əbu Avənə və İbn Hibban rəvayət etmişdir. Bizə İbn Numeyr danışdı, dedi. Bizə Osman İbn Hakim danışdı, dedi. Səid İbn Cübeyrdən Rəcəb ayının orucu haqqında soruşdum, dedi. İbn Abbası eşitdim, deyirdi. Rasulullah sallallahu aleyhi və səlləm elə oruç tutardı ki, hətta biz belə deyərdik, heç iftar etməyəcək. Elə də iftar edərdi ki, hətta biz belə deyərdik, oruç tutmayacaq. Əbu Bəkr ibn Əbi Şeybə 9841. Digər bir rəvayətdə bizə Muhammed ibn Ubeyd danışdı, bizə Osman ibn Hakim danışdı, dedi. Səid ibn Cübeyrdən Rəcəb ayının orucu haqqında soruşdum. Onun barəsində nə düşünürsən? O dedi, İbn Abbas mənə danışdı ki, Rasulullah sallallahu aleyhi və səlləm elə oruç tutardı ki, hətta biz belə deyərdik, heç iftar etməyəcək. Elə də iftar edərdi ki, hətta biz belə deyərdik, oruç tutmayacaq. Əhməd 2046. Digər bir rəvayətdə bizə Əbu Bəkr ibn Əbi Şeybə danışdı, bizə Abdullah ibn Numeyr danışdı, bizə İbn Numeyr danışdı, bizə atam danışdı, bizə Osman ibn Hakim Əl-Ənsari danışdı, dedi. Səid ibn Cübeyrdən Rəcəb orucu haqqında soruşdum. Biz o gün Rəcəb ayında idik. O dedi, İbn Abbas radiyallahu anhu məni eşitdim, deyirdi. Rasulullah sallallahu aleyhi və səlləm elə oruç tutardı ki, hətta biz belə deyərdik, heç iftar etməyəcək. Elə də iftar edərdi ki, hətta biz belə deyərdik, oruç tutmayacaq. Muslim 2696. Hədisi Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Muslim, Əbu Davud, Əbu Yələ və Əbu Əvanə rəvayət etmişdir.